Azərbaycan gömrükçüləri külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolla ölkəyə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Hədəf Mərkəzinin analitik platforması tərəfindən Türkiyədən Azərbaycana kartof yükü gətirən nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, həmçinin yük məlumatlarında uyğunsuzluqların aşkar olması səbəbindən nəzarətə götürülüb. Aparılan tədbirlər nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə qanunsuz müdaxilə faktı aşkarlanıb. Həyata keçirilən nəzarət tədbirləri zamanı kartof yükünün içərisində gizlədilən və qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd göstərilən qutular saxlanılıb. Qutulara keçirilən baxış zamanı ümumilikdə 90 adda 22 min ədəd dərman preparatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.